Rauf doktor, hər vaxtınız xeyir olsun. Andrologiya konferansındayıq. Sizcə andrologiya ixtisası realist ixtisasdır yoxsa romantik? Ramil bəy, andrologiya ixtisası nə realistdir, nə romantik, fəlsəfi bir ixtisasdır. Sizin yanınıza gələn pasiyentlər əsasən hansı bəhanələrlə yanınıza gəlir? Kreativ bəhanələr uydururlar. İnsanlar axı pasiyent olaraq həkimin yanına gələndə birbaşa Azərbaycanda bir tabu var da. Məndə sərtləşmə problemi var, məndə filan problemi var, açıq-aşkar onu bilmirlər. Amma sadəcə soruşurlar ki, müxtəlif məsələn deyir ki, yuxu ola bilsin, axır vaxtlar çox işləmişəm, axır vaxtlar yuxum çox gərgin olur və digər başqa bəhanələrlə gələ bilirlər. Sizdə hansı bəhanələr? Adətən, cinsi zəifliyi olan xəstələr birbaşa da cinsi zəifliyi var. İlk olaraq prostatında problem var. Yəni, hər şeyi prostatın boyuna yıxılır. Və ondan sonra xırdalayanda ki, prostat problemini artıq cinsi zəiflik problemi olması üzə çıxır. Sizcə pasiyentlər ən çox sizin yanınıza hansı durumda gəlirlər? Google'da dualar işə yaramayanda mı? Əczaxanada, yəni aptekdə tövsiyələr işə yaramayanda mı? Yoxsa birbaşa, bütün bunlar işə yaramayanda gəlirlər, yoxsa? Söhbət Azərbaycan xəstəsindən gedirsə, Bəli, Azərbaycan xəstəsi bilirsiniz də ən sonda həkimə gəlir. Ancaq elektrik disfunksiya elə bir şeydir ki, məsələn, bu gün cinsi həyatı yaşayıb, alınmayıbsa, o zaman bizə müraciət edir. Sizcə kişi sağlamlığına ən böyük təhlükə hansıdır? Stres, siqaret, yoxsa sosial media? Hamısı. Sosial mediada, elə? Sizcə kişi nə zaman həkimə gəlir? Öz xoşu ilə, yoxsa məcbur ediləndə? Hər iki halda. Hər iki halda.